Her vaxtınız xeyir olsun. Bize ayrılan saatte birebir yeniden sizinle beraberdim. Gününüz uğurlu keçsin, xoş xəbərlər eşidəsiniz. Bizim isə anonslarımız var. Birebirde daha bir görüş. İnsan bu boyda dost üçün yanar. Dostlarınız var idi, o bütün günü yanınızda olan belə, mən onlardan deyiləm. Birebir eyni vaxtda her gün sizinle. Pianoçusuz, Deyirsiniz ki, La minorun kvintasını göstərir. La minor nədir? Mütləq baxın. Deyirsən ki, gərək insanda mədəniyyət olmalıdır. Amma sən bağdan hamı privat etsən. Manaf bəy sizə təhqir eləsin, siz afet qayıtın. Niyə təhqir eləyir ki? Yaxşı qaşana özünə qamçı vurdurmur. Niyə mən uşağımın boğazından kəsib bunlara verirmişəm? Nəyə görə? Birazdan. Bəli, anonslarımızı izlədik, amma mütləq vurğulamalıyım ki, bu günləri studiyamızda Ulduzun yeməyi hazırlanacaq. Hansı məşhurumuz o yeməyi hazırlayır? Az sonra təbii ki, biləcəksiniz bu haqda və nə hazırlayacaq? Mətbəximizdən hansı yeməyin qoxusu gələcək? Onu bizi diqqətli izləyin, təbii ki, biləcəksiniz. Sevaçkam, bir sualım var sənə. Səncə dostluğu qazanmaq çətindir, yoxsa qoruyub saxlamaq? Əslində, mən fikirləşirəm, hər ikisi çətindir. Həm dostu qazanmaq çox çətindir, həm də onu qoruyub saxlamaq, o dostluğu qoruyub saxlamaq çox çətindir. Mən də razıyam. Ümumiyyətlə, bu zəmanədə biraz bizim öz dostlarımız da var ki, hansı ki, deyir ki, mən dost sözünü artıq həyatımdan silmişəm. Niyə dost sözünü həyatımdan silib? Təbii ki, bu haqda Maqa daha yaxşı bilər. Yeri gəlmişkən buradan salamlayıq. Söhbət jurnalist Əfruzə xanım və onun həyat yoldaşı Maqa. Hər zaman dostluqdan söhbət edirik. Deyir ki, mən dost kəlməsini həyatımdan ümumiyyətlə silmişəm. Çünki dostluqlara artıq inanmıram. Yəqin ki, həyatda çox zərbələr alıb dostlarından, onun üçün bu kəlməni daha çox istifadə edir. Görək qonaqlarımız nə düşünür? Yavaş-yavaş onları dəvət edək, onların fikrini alaq. Ümumiyyətlə, elə bir qonaqları dəvət etmişik, hansı ki, dostluğu doğrudan söz nəsil mənasında bacaran insanlardır. Amma dostlar arasında söz-söhbət də olub. Bu haqda da danışacaq. Bəli, amma onlar necə barışıb, vaxtı ikisi ilə özü bir yerdə danışarlar. İlk qonağımızı dəvət edirik. İlk bir şey də unutmuşam. Sevaçkam, hansı məşhurun evini bank əlindən alıb? Bax, bu da çox maraqlıdır. Bəli, bəli. Təbii ki, təəssüf edirəm. Birazdan deyərəm. Amma bu da doğrudan nə qədər pis xəbər olsa da, bəli, bu haqda özü istəyirəm danışsın. Ümumiyyətlə, yazılanlar doğrudur, doğru deyil. Yeri gəlmişkən, sosial şəbəkələrdə bu xəbər başlığı olan kimi dərhal girdim səhifəsinə, paylaşımlara baxdım ki, yox, nəysə elə bir şey müşahidə etmirəm. Şükür Allaha öz evində övladı ilə bərabər istirahət edirlər. Amma bu haqda istəyirəm elə özü danışsın. İlk qonağımızı dəvət etmək istəyirik. İlk qonağımız Günel xanım bizimlə bərabərdir. Hər kəs ona pişik Güneldir, amma mən bu cümləni sevmədiyim üçün sadəcə Günel xanım deyəcəm. Hər vaxtınız xeyir olsun, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir olsun, xoş gördük sizi bir yerdə, maşallah. Xeyirli uğurlu olsun. Təşəkkür edirik. Biz xoş gördük. İlk dəfə sizin verilişinizə gəlirəm də, yəni start sizdədir. Doğrudan, bu nə gözəl, əlimiz düşərli olsun, əminəm ki də düşərli olacaq. Son vaxtlar paylaşımlarla bağlı bir fikir alacağıq sizdən, amma gəlin qonaqlarımızı dəvət edək. Bugün dostluqdan danışırıq. Yeri gəlmişkən bu yaxınlarda Manaf müəllim verilişimizdə qonaq oldu. Sizin nə qədər mərd xanım olduğunuzdan danışırdı, dost canlı olduğunuzdan danışırdı. Bugün istədik ki, elə bərabər verilişimizdə... Baxdım müsahibələrə, doğrudan da biraz belə, necə deyim sizə, biraz... Açıq fikirli insansız, səhv etmirəmsə. Hə, elə. Yəni, fikir gəldisə dərhal onu söyləyirsiniz. Yəni, saytlar nə yazacaq, nə düşünəcək, o qədər də önəmli olmur. Yox, amma təbii ki, ağzımdan çıxan sözü fikirləşib deyirəm. Yəni, fikirləşmədən demirəm. Yəni, və düşünürəm ki, bu zamana qədər heç vaxt məntiqsiz nəsə deməmişəm də. Yəni, səbəbli olaraq nəsə demişəm. Təşəkkür edirik. Bir daha xoş gəlmişsiniz. Növbəti qonağımızı dəvət etmək istəyirik. Görək, pandemiya ona necə təsir edib, ailə saxlayır, övlad böyüdür, övlad böyütmək də çox çətindir. Elnər Xəyliyeva bu haqda danışar. Hər vaxtın xeyir olsun, xoş gəlmişsən. Hər vaxtın xeyir. Yo, maşallah, yaxşıdır pandemiya dönəmində. Qarın çıxıb, kökəli. Arıqlamışam. Hələ biraz da bundan qara kök geyinmişəm. idi. 96 kiloya qalxmışdım. Bu nə vaxt olub? Bu pandemiya dönəmində olub? Mənim yoxa çıxan vaxtlarım idi da. Özümü belə gizlədirdim. Mən bilmirdim. Amma verilişdən öncə biz Günel xanımla da görüşəndə deyirdi ki, çox kökəlmişəm, bu da mənə böyük bir kompleks verir. Yəni bu sizə Xanımlara kompleks verir, amma məncə fərqi yoxdur.
Düzdür. Yəni ki, valla belə pis çıxmaz. Lato daşına oxşuram, uca kompleksim var. Ona görə də hətta verilişlərə getmirəm, doğrudan getmirəm. Çünki sonuncu verilişdə olanda qonşu kanalda baxdım ki, hələ qara geydim halda gördüm ki, belə çox belə yaxşı görsənmir də, yəni elə bir Amma yox, canlı olaraq bilmirəm də ekrandan necə gün, canlı olaraq çox gözəl görürsüz, hər zaman belə qalır. O sizin gözəlinizin gözəlliyidir canım. Çox sağ olun, təşəkkür edirik. Növbəti qonağımızı dəvət edək. Ümumiyyətlə hər bir açıqlaması çox səsli küylüdür. Danışanda mən onun Instagramda mənim üçün fenomendir. Niyə? Çünki hər gecə yatmamışdan öncə girirəm səhifəsində, izləyirəm, baxıram, xeyli gülürəm, çıxıram. Sağ olsun, ömrümü artırır. Afət xanım bizimlə bərabərdir. Afət Fərman qızı bu günləri möhtəşəm bir yemək hazırlayacaq tamaşaçılarımız üçün. Hər vaxtınız xeyir. Pozitiv, gözəl, enerji dolu. Xoş gəlmisiniz. Sağ olun. Yeri gəlmişkən dünənləri mən səhv etmirəmsə salonda görüşmüsünüz. Bəli. Görüşmüşük, məni üzrlü sayın. Valla düz keçirdim deyə fikir verməmişim. Eybi yoxdur. Əsas Necəsiz? Sağ olun, çox sağ olun. Mən bir daha salamlayıram izləyicilər və sizləri. Təşəkkür edirik. Bu verilişdən sonra bilmirəm, belə qısa vaxtda yəqin hardansa eşitmişsiniz ki, yaxşı əl qabiliyyətim var, hə? Bəli. Keçən dəfəki verilişdən sonra. Mən əminəm ki, siz yalnız Instagramda video paylaşmaqla məşğul deyilsiniz, gözəl də əl qabiliyyətiniz var. Onun üçün istədik bu günləri ulduzun yeməyi, məsələ Afət xanımdan gəlsin. Amma söz verib, Afət xanım dünən mən söz verdi ki, sizin üçün o qədər dadlı bir aş hazırlayacağım. Hətta bu pandemiya uzansa belə mən gedib aşpaz işləyə bilərəm. Onun aşpaz olmağa ehtiyacı yoxdur. Maşallah olsun, biznesləri çox, kirayə verdiyi evlər çox, qulağıma hər şey çatır. Bəli, vaxtıdır danışacaq. Bir daha xoş gəlmişsiniz Afət xanım. Çox enerji verir mənə Afət xanım. İstəyirəm hər gün elə Sevrin yerinə siz olasınız. Məcbur yedirəm istəsən. Növbəti qonağımızı dəvət etmək istəyirik. Növbəti və sonuncu qonağımız. Bəli, ifası ilə bərabər gələcək, amma doğrudan da bugünkü mövzumuza aid bir qonaqdır. Sözün əsl mənasında dostluğu bacaran bir insan. Amma dostları necə seçir, o dostluğu necə qoruyub saxlayır, özü bu haqda danışar. Manaf Ağayev bizimlə bərabərdir.
Teşekkür edirik. Aferin, xoş gəlmişsiniz. Amma söhbətimizdə yeni bir ifadə. Bəli. Xeyirli uğurlu olsun. Çox sağ ol. İlk dəfə burada səsləndi və bizim gözəl müğənnimiz, dostumuz, qardaşımız Əflatun Qubadova sözləri və musiqisi ona aiddir. Maşallah, salamlarıq buradan. Mənim üçün yazıb və hədiyyə edib, buradan da onu salamlayıram, öpürəm, bağrıma basıram. Gözəl bir mahnıdır və ilk dəfə burada səsləndim. Təşəkkür edirik bizi seçdiyi üçün. Yeri gəlmişkən elə Günel xanımın da eksklüziv bir mahnısı olacaq. Çox sağ olun. Mən sevinirəm eksklüziv ifaları, söhbətləri, qalmaqalları birə-birə gətirən qonaqlarımızı. Qalmaqallardan çıxar. Bəli, bir daha xoş gəlmişsiniz. Bugünkü mövzumuz dostluqdur. O dostluğu qazanmaq və qoruyub saxlamaq doğrudan da inanılmaz çətindir. Bu haqda bizə danışmaq düşməz. Çünki yaşda böyük sənət insanları əyləşibsə, mən fikirləşirəm sizin həyat hekayələriniz daha təcrübəlidir, daha çox insanlar, dostluqlar görmüşsünüz. Onun üçün bu haqda siz danışın. Bilmirəm, indi bu zamanədə dostluğa inanmaq lazımdır, lazım deyil. Manaf müəllim, gəlin elə sizdən başlayaq. Amma Sevaçkam, cavabı artıq biz qısa aradan sonra alacağıq. Bizim qısa aramız var. Qısa aradan sonra biz yenidən sizinlə bərabərik. Yok, dedim ki yüreğim. Yok, dedim ki öpeyim.
Çox sağ olun Afət xanım, amma sizə əyləşdirməyə gəlin birbaşa mətbəxə keçid alaq. Bu günləri Afət xanım hansı yeməyi hazırlayacaq? Mətbəximizdən hansı yeməyin qoxusu Mən elə gələcək? evdə bir 3 gün öncə döşəmə plov etdim. Çox da özüm də bəyəndim və qonaq gəlmişdi və o da çox təriflədi. Ona görə lap cəsarətləndim. İndi qaynayan suya biz duz atacağıq. Mühabbət düyləri artıq Əlcəkləri giyinin. Hə, duzu atım sonra. Bax, bol duz ataq ki, düyü qırılmasın, yəni necə deyərlər, əzilməsin. Maşallah, görürsünüz də qızımızın Sonra hər əlində 10 barmaqda 10 marifət. Yəni. Bəli. Afət xanım, onda bugün döşəməni təbii ki, indi yəqin ki, xanımlarımız artıq bilirlər döşələmə aşı necə hazırlayır. Mən istəyirdim sizinlə söhbət edeyim. Qulağıma çatıb ki, deyirlər Afət xanımı gileylənirdi. Deyirdi ki, sevgilim uzaqdadır, görə bilmirəm pandemiyaya görə. Bəli. O gün mahnı oxudum o tayda yarım. Bir mahnı oxudum bir verilişdə. Orada yeni bir verilişdə. Orada belə kuklalardan ibarətdir. Mahnı oxuyuram. O tayda yarım qalıb, yazın bahar. Kuklalar görürəm, söhbət edir, arxamca danışır ki, bilirsən də sevgi. Dedim, hə, Moskvada qalıb. Elə o söz çevrildi. Yəni siz bu söz gəlişi dediniz, yoxsa? O da olmasa üstə çıxmaz. Deyərəm onu. Amma özünüzə deyərsiniz. Özünüzə deyərəm. Çünki istəmirəm özəlimi artıq... Əvvəllər elə bütün özəlim məndən çox özəl həyatı efirdə səslənən müğənni yox idi. Sonra dedim, xeyr ola. Biraz da Günel danışsın özəl həyatından. Biraz Manaf danışsın, Elnar danışsın. Siz danışın. Yox, bizim nəyimiz var? Danışın, görək. Cəmaat bu dəqiqə sizinlə maraqlanır ki, bu sevişkalar... Həqiqətən, mənə görən baxalım əqrabat deyir. Vallahi siz də anasınız, boy bərabər övladınız var. Yaxşı qıza mölçü göndərin mənim oğlunuza. Bilirsiniz, mən sizə deyim, mən sizə izləyicilərin adından da, bəzilərinin adından deyə bilərəm, gördüyümün şahidiyəm ki, deyirlər ki, məsələn, baxırlar, zövqlü xanımlarsınız, gözəl-gözəl giyinirsiniz. Çox insan fikirləşir ki, elçi gedərəm. Birdən onu mən, məsələn, aldığım məvacib təmin edə bilməz. Amma, əziz izləyicilər, o qədər sadə xanımlardır ki, yəni efirdən bilinir zaten sadə olmağınız, amma yəni doğrudan, yox, yəni tək söhbət sizdən getmir. Sənət aləmində olan insanlar, sənət aləmində olan insanlar çoxumuz biz, belə təvəzzükar, necə deyim o, təvəzzükarlıqdan uzaq görünürük, belə deyəcəm. Yəni, özümüzdən razı deyim, belə yekə... Çox imkanlı bilirlər. Yekə xana var, hətta belə, hətta mənə tanıyanlar deyir ki, sən belə danışırsan, deyirəm, onu mən izləyici üçün danışmıram. Onu ayağımın altını qazan sənət yoldaşlarımız var. Yəni, müəllimə neynir gəlib mənim ayağımın altını qazıb? Həkim neynir mi? Mənim sənət yoldaşım. Ağacı qurt içindən yiyir. Necə ki, siz həm aparıcılıqda uğur qazandınız, həm müğənni kimi, sizin də öz sahənizdə sizin rəqibləriniz var. Burada əslində sağlam rəqabət olsa daha yaxşı olardı, adama daha xoş gələrdi. Və bu suyu bir balaca... Qorxuram, duzu çox olar. Burada da duz var. Əvvəldən istaha qoymuşam duzlu suda düyünü. Bəli, yeri gəlmişkən buradan bir daha vurğulayım ki, bu günlər Afət xanım mühabbət düylərindən aş süzəcək bizim üçün. Onun üçün əziz xanımlarımız, əgər siz də inanılmaz gözəl, dadlı yeməklər yemək istəyirsinizsə, aş dəmləmək istəyirsinizsə mühabbət düylərinə müraciət edin. Bizim tarla məhsullarını da unutmursunuz. Onun turşuları ilə döşəmə aş çox dadlı olur. Mən buradan sizə deyirəm, baxmayaraq ki, pəhrizdəyəm, bəli, artıq başlamışam. Afət xanım mətbəxdə gözəl döşələmə aşı hazırlasın. Mən qonaqlarımıza keçid alım. Manaf müəllim, elə bayaqları verdiyim sual kimi, təbii ki, təcrübəniz yetərincədir. Dostluqdan danışırıqsa bu günləri, yeri gəlmiş ki, elə sosial şəbəkələrdə dünənləri də... Nil xanım, səhv etmirəmsə, elə sosial şəbəkələrdə sizin də haqqınızda son zamanlar evlə bağlı çox yazırlar ki, pandemiya dönəmində krediti verə bilmirsiniz, problemlər yaşanır və söyləyirlər ki, artıq əlinizdən alıblar evi, amma mən dərhal girdim səhifənizə baxdım, elə bir şeyi görmədim. Sağ olsun İsar Show News. Onlar ona mən bir cavab verim. Özü deməyəcək. Onun o problemi həll olundu, bağlandı, getdi. Aha. Necə? Oğlunun da pulu verildi, getdi.
Yəni ödəyəcəm deyir də, başa düşür. Ödənildi, getdi də. Mən Manafın dünyalar qədər xətrini çox istəyirəm. Doğrudan da yəni bir insan kimi, düzdür, deyim ki, belə bütün dostlar kimi də o var idi. Manafın evində, bağında yeyib içən dostlar biz elə münasibət olmayıb. Onun Manafın özünə də demişdim ki, mən onu müdafiə elədiyim vaxtlar mən elə bir insanam ki də mən Əslində müdafiə edəndə sözün düzünü demişsiniz. Düzünü demişəm, amma Sözün onun düzünü demişsiniz. yaxınları var idi də, daha yaxın dostları var. Məsələn, mən şəxsən dostcanlıyam. Mənim yaxın dostuma, yaxın rəfiqəmə, yəni heç kim dil uzada bilməz də. Yəni o mümkün deyil. Yəni mənim yanımda onu eləyə bilməz. Heç olmayım kənarda bu mümkün deyil. Çünki mən dostluqda hər zaman sadiqəm. Yəni mən həmişə onu deyirəm ki, yəni belə sevgili kimi, nə bilim belə həyat yoldaşı kimi bəlkə biraz xasiyyətim pisdir, amma mən sırf dostluqda, doğrudan elə də dostluğa sadiqəm. Yəni Manaf da misal üçün mən Manafa da dedim ki, yəni mən onu deyəndə ona görə eləmədim. Çünki Manafın özü də xatırlamırdı. Yəni elə bir jest eləmişdi mənə qarşı. Maddiyyatdan Heç mənim söhbət ağlıma getmir. gəlmir. Maddiyyatdan getmir ha Maddiyyat söhbət. deyil, hə. Sadəcə olaraq bir dənə telefonda alo, nəsə bir işlə bağlı sadəcə olaraq maraqlanmışdı da. Yəni halbuki elə bir vəziyyət idi ki, çox dostlarım deyirdi ki, misal üçün Günka telefonu söndür məsələn. Amma Manaf yığmışdı bir dəfə. Ondan sonra bu insan mənim gözümdə qalxdı. Və mən özümə borc bildim ki, əgər bir insan mən halbuki darda değildim də. Yəni elə bir Allah'a şükür problem yox idi. Sadəcə olaraq bir insanın mənlə maraqlanmağı, yəni mən fikirləşdim mənim borcumdur ki, mən də o insan ki, hər kəs üzərinə gəlir. Yəni ancaq sosial şəbəkədə də belə gələ bilər. Belə deyək də monitor pələngləri biraz primitivdir deyəcəm. Amma sadəcə onlar nəsə deyə bilər də. Yəni Allah'a şükür Manafın əhatəsində olur. Və mən düşündüm ki, mən bunu etməliyəm də. Çünki yəni bu insan olmaz da. Yəni ümumiyyətlə sevmirəm də haqsız yerə kiməsə haqsızlıq olanda. Və Manaf da sağ olsun, yəni bu haqda da danışdı. Doğrudan biraz belə Manaf düzdür, biraz kövrəldim. Çox böyük ürəyi var. Amma Manaf müəllim, mənə bir şey də çox maraqlıdır. Günel xanımın ev kreditini bağlayacaqsınız, yoxsa bağlamışsınız? Bağlanıb. Siz bağlamısınız? Yox, ayrı sözdür. Mən bilirəm də o elə insandır, amma yenə deyirəm, valla mən elə dost, o sizin dostlarınız var idi, o bütün günü yanınızda olan belə, mən onlardan deyirəm də, mən sizi... Ay xanım, mən demədim, sənə pul verib bağlayıram. Təşəkkür edirik Manaf müəllim. Allah o gözəl böyük ürəyinizə görə versin. Mən çox sevindim bu açıqlamanı studiyamızda etdiyiniz üçün. Günel xanımın gözəl bir ifadə edək, daha sonra görə hələ başqa kimin kreditləri bağlanacaq. Senin hasretinden, senin derdinden çöllere düşmüşem, haberin var mı? Çıkabilmeyirem el arasına, dillere düşmüşem, haberin var mı? Senin hasretinden, senin derdinden çöllere düşmüşem, haberin var mı? Çıkabilmeyirem el arasına, dillere düşmüşem, haberin var mı? Son gelişi bir yıl oldu sevgilim, ektiğimiz güller soldu sevgilim. Ahı bize de ne oldu sevgilim, dillere düşmüşem, haberin var mı? Son gelişi bir yıl oldu sevgilim, ektiğimiz güller soldu sevgilim. Ahı bize de ne oldu sevgilim, dillere düşmüşem, haberin var mı?
düşmüşəm, xəbərin varmı? Axır gözlərimdən yaşlar sel kimi. Ay sevgilim, ömür keçir yel kimi. Mən əsir olmuşam, sən kərəm kimi. Dillərə düşmüşəm, xəbərin varmı?
Teşekkür edirik Elnar. İfa haqqında qısaca məlumat zəhmət olmasa Hər verər. zaman üç rəngli bayrağımız zirvədə olsun hər zaman inşallah. Amin inşallah. Bu mahnıya görə Aynur xanıma dərin təşəkkürümü bildirirəm sözlərinə görə. Amma musiqisi və aranjmanı özümə aiddir hər zaman olduğu kimi. Sözləri də kimya müəlliməsidir. Şeiriyyatla tamamilə əlaqəsi olmayan bir insan. Amma içindən gəlib, ona görə belə gözəl olur. Çünki Bəli, içindən gəlib. təşəkkür edirik, xeyirli uğurlu olsun. Yeri gəlmişkən Günel xanım, istəyərdim qısaca siz də az öncə ifayanız haqqında məlumat verəsiniz. İfa olunmuş mahnıdır, səhv etmirəmsə. Afət də oxuyub, yəni bir çoxları oxuyub. Hə, mən elə bilirəm ki, Aşıq Zülfiyə, bizim Aşıq Zülfiyəmizin mahnısıdır. Hətta mən mahnı oxuyanda zəng elədim, halallıq aldım. O da çox sağ olsun. Buradan da öz təşəkkürümü bildirirəm bir daha ki, icazə verin. Bəli, təşəkkür edirik. Çox gözəl alınıb, yeni aranjmanda xüsusi bir rəng qatılıb. Ekskluziv verilişdə oxudum. Siz də ifa etmisiniz. Azərbaycanda birinci onu Zülfiyə xanım ifa edib, sonra mən ifa etmişəm. Məndə də yəni məsələn hansı el şənliyinə mən onu ritmik oxumuşam. Zülfiyə xanım da ritmik oxuyub. Günel xanım da çox slow, yəni lirika oxuyub amma çox qəşəngdir. Amma bu mahnı sosial şəbəkələrdə gənc ifaçıların çox arasında oxuyublar. da populyardır. Bizdən sonra Zülfiyə xanımdan sonra mən oxudum. Məndən sonra çox oxudular. Amma mən Zülfiyə xanımla tez-tez görüşürəm. Bizim bir yerimizdə Zülfiyə xanım bir məkanı var. Biz orada tez-tez qonaq oluruq. Özü dedi ki, səhv etmirəmsə dedi ki, Cənubi Azərbaycan mahnısıdır dedi, amma Zülfiyə xanımın özünün də yetərincə özünün sevilən mahnıları var. Bəli, təşəkkür edirik. Elnar, dostluqdan danışırıqsa istəyirəm sənin də fikrini alaq. Sənət insanlarının arasında dostluğa necə münasibət bildirərsən? Dostlarımız var, Manaf bəy də onlardan biridir. Mən sadəcə olaraq Manaf bəy mən bilir, ədalətli olan insanam. Haqlı olduğum halda heç vaxt səsimi kəsmərəm, haqsız duruma salmaram özümü. Sən Damla ilə də dostluğun olub, səhv etmirəmsə. Mənim ümumiyyətlə show biznesdə hər kəslə dostluq əlaqəm var. Amma sıx dostluqdan gedirsə söhbət, elə bir insan yoxdur, açıq deyim. Sıx dostluq. Çünki bir nətər, əgər bir insanla rəqabətin varsa, saxta dostluq yaranacaq. Başladınızmı? Mən oxuyuram estrada tərzində, estrada oxuyuramsa, estrada oxuyanlara dəyər verə bilərəm. Məsələn, hörmətini saxlayaram, haradasa yolunu kəsməməyə çalışaram, dəstək olmağa çalışaram. Amma əgər ortada rəqabət varsa, səmimi dostluqdan söhbət, dostluq birisi nədir? Bugün mən toya getmirəm, səhərin get. Başladınız? Amma Elnar, səhv etmirəmsə, illər öncə sən açıqlamalar Sağlam verirdin. rəqabət olmayanda, orada da heç vaxt dostluqdan söhbət gedə bilməz. Amma dost ola bilərsən, amma sənin rəqabətin sağlamdır. Sağlam da gedə bilməz dostlar arasında. Sən oturub evində o nə qədər pul qazandı. Tutaq ki, o bugün məndən çox qazandı, mən az yeyirsən özünü, paxıllıqdan. Mən sizə, yox, fikrini tamamlayayım ki, mənim fikrim yanlış səslənməsin də. Buyurun. Günel xanıma mən demək istəyirəm ki, məsəl üçün, və yaxud da buradakı qonaqlara valideyniniz sizlə rəqabət aparırmı? Sualıma cavab verin. Hə, yox. Hə, yox deyin də. Mən sual verirəm. Deyirəm, Manaf bəylə niyə rəqabət aparıram? Axı düz söz deyil o. Bir dəqiqə mən fikrimi tamamlayayım da. Sualı xanım cavab versin, sonra biz sizə keçərik. Hə? Bir daha alalım sualımızı. Valideyniniz sizlə rəqabət aparırmı? Valideyndir. Sualıma cavab verin. Yox, dostdan tapmaq olar, amma valideyndir, müqəddəs Siz mənim sualımı qıvırırsınız. Deyirəm, valideyniniz, onun cavabı ya hədir, ya yoxdur da. Canım, mən qıvırmıyorum. Ona görə, çünki əsl dost valideyndir. Mən dostumu valideynlə tuta bilmərəm, yəni bir yerdə. Yəni, bu günləri çox nadir sən dedin o başqadır, deyir ki... Yox, sən dedin başqadır, sən qıvırma zat deyirsən, mən Manaf bəylə çox da yaxşı dostam. Gecə saat 3-də də bir də görsən danışırıq, bir-birimizə ərk elib, zəng vurur, çox da sağlam dostumuz var. Mən Afət xanım, bunu 10 milyon əhaliyə qarşılıq deyirəm. Sabah Manaf bəy sizə təhqir eləsin, siz atvet qaytarırsınız. Niyə təhqir eləyir ki? Yaxşı qaçana özünə qamçı vurdurmur. Bunu da yadında saxla. Dinləmirsiniz. Bir söz deyim. Teymur müəllim gözəl bir söz var. Mən deyirəm, kimin maşını yoxdur, maşını olanı söyür, kimin evi yoxdur, evi olanı söyür. Onu tamaşaçı elə bilər. Tamaşaçı yox. Söz böyün öndəsiz, maşınınız olmaya bilər. Siz niyə söyməlisiniz o birisini? Bu birisi, məsəl üçün, mən özümdən danışıram. Niyə elə deyirsiniz? Biri mən. Bax, mən sizə deyim, sizin çoxdan istəsəydiniz alardınız. Həvəsiniz olmuyor. Elnar bəy. Maşın istəmirsə, İstəmir. Elnar başqa planetdən gəlir. Kiminləsə rəqabətin olub, Elnar bəy, davan olub?
Belə ciddi dava, show biznesdə. Azərbaycanda yox. Amma indi qoy davası olanlar danışsın da bu barədə. Ona görə də siz sualı düzgün ünvana, məsələn, düzgün ünvana verin. Düzgün ünvana verin o sualı, o hardan cavab versin? Niyə cavab? Sən gör, aşıq gördüyün çağırır da, sən gördüyün, sən o cür dəyər desinlər. verirsən, hörmətin var. O da sənin fikrindir. Çünki sən Allah eləməsin, biz düşdüyümüzə düşəsən. Biz elə bir... Niyə düşüm ki? Deyim də niyə düşürsən? Biz yaxşı at qamçı vurdurmaz. Məni çəkin. Qamçı vurdurursunuz, ondan sonra da deyirsiniz. Məni operatorlar çəksin. Çəkin Afət xanımı, bəli. Məni anam əyri ayaq doğmayıb. İndi bu mənim günahımdır, ayaqlarım əyri deyil. Ayağı əyri olan müğənni məni söydürür. Nə bilim, gözüm çaş deyil, gözü çaş olan, ağzı əyri olan müğənni məni söydürür. Bu mənim günahım deyil. Siz başqa prizmadan yanaşırsınız Bu məsələyə. budur. Manaf bəy Allah Taala boy buxum verib. Aha, Allah Taala verib də mən səs bundan verib, danışmıram boy axı. verib, buxum verib, xalqın sevgisini verib. Mən bundan danışmıram. Həmçinin də sizlərə. Mən bir dənə düyüyə baxıb gəldim. Dünya artıq hazırdır, istəyirsiniz süzək. Sizlərə yox, sizə. Manaf müəllim, Mən hələ də cavab təbii ki, verəm sizin mənim. fikirlərinizi alacaq, amma Manaf müəllimin ifasından sonra təbii ki, buyurun. Allah ne zamanedir, can evi dilanedir. Yar beni yaktır gedim, görküme pervanedir. Allah ne zamanedir, can evi dilanedir. Atıp gedim yar beni, niye mene biganedir. Aşık divanedir, elacı dermanedir. Aşık divanedir, elacı dermanedir. Men ne yedim neyleyim, yar mene biganedir. Men ne yedim neyleyim, yar mene biganedir. Niye mene biganedir, niye mene biganedir. Can nice cananedir, niye mene biganedir. Niye mene biganedir, niye mene biganedir. Can nice cananedir, niye mene biganedir. Susub kamanım sazım, solup baharım yazım. Təhcə ona qovuşmaq, dünyada bircə yarzım. Susub kamanım sazım, solup baharım yazım. Təhcə ona qovuşmaq, dünyada bircə yarzım. Qaşlar kamanədir, sevgili cananədir. Qaşlar kamanədir, sevgili cananədir. Mən nə yedim, neynəyir, yar mənə biganədir. Mən nə yedim, neynəyir, yar mənə biganədir. Niyə mənə biganədir, niyə mənə biganədir. Can necə cananədir, niyə mənə biganədir. Niyə mənə biganədir, niyə mənə biganədir. Can necə cananədir, niyə mənə biganədir. Qaşlar kamanədir, sevgili cananədir. Mən nə yedim, neynəyir, yar mənə biganədir. Mən nə yedim, neynəyir, yar mənə biganədir. Niyə mənə biganədir, niyə mənə biganədir. Can necə cananədir, niyə mənə biganədir. Niyə mənə biganədir.
biganədir, niyə mənə biganədir? Can necə cananədir, niyə mənə biganədir? Niyə mənə biganədir, niyə mənə biganədir? Can necə cananədir, niyə mənə biganədir? Niyə mənə biganədir, niyə mənə biganədir? Can necə cananədir, niyə mənə biganədir? Çox sağ olun, teşekkürler. Teşekkür edirik Günel xanım, çox sağ olun, gözəl ifaçı. Mənə müəllim işarə edirdiniz ki, yaxşı alınmışdı yoxsa? Yox, dedim əladır da, mən Əxşığı Güneldə
başqa mahnılar eşitmişdim. Biyaqkində oxuyanda dedim özünü oxuya. Son vaxtlar kövrək mahnıları oxuyuram müəllim. Yaxşı demək lazımdır da. Yəni yaxşı. Var olası, çox sağ olun. Teşekkür ederim. Ümumiyyətlə təhsilli, musiqi təhsili olan insandır. Yəni heç nədən gəlib bu yola girməyib. Çünki təhsil alaraq, savad alaraq Bizə söz atır. yox, sizə söz atmıram. Sizin heç təhsili yoxdur. İbrahim Tatlısəsin heç təhsili yoxdur. Mən də təhsilliyəm. Siz söz vermisiniz, hə? Yəni Elnar fikir bildirəndə Sevaya deyirəm. Seva xanım deyir ki, biz təhsil almamışıq. Mən həyatım boyunca bir insan deyə bilməz ki, efirə çıxıb hansısa musiqiçini alçaltmışam, alçaltmadım. Siz niyə pis yerə Bəyəxları deyirsiniz ki, bəstəkaram. İndi mən alçatma niyyət Niyaməddin Musayevə söz atırsınız. Siz buradan İbrahim Tatlısəsə söz atırsınız. Siz buradan savadı olmayan musiqiçilərə söz atırsınız. Təhsil almayan. Mən də təhsil almışam. Sizin xəbəriniz var ki, tamaşaçıların musiqiçilərə təhqir etməyinə sizin kimi məsələn düşünən müğənnilər səbəb olur. Deyim də, Seva xanım, o biri Seva xanıma dedi ki... Mənim sözümü niyə kəsirsiniz? Xahiş edirəm bir dənə... Mən də verilişdə qonağam. Bu nə deməkdir ki? Mən fikrimi bitirim, sonra siz danışın da. Mən də Seva xanıma fikir bildirirəm ki, veriliş tək sənin deyil ki. Yox, 3 dəfə mən söz danışıram, sözümü kəsirsiniz. Üçündə də səhv danışmısan. Mən də düzəldirəm ki, sənə görə düzdür. Bax, bunu eləmək istəməzdim, bax. Mən deyim də. Deyirsiniz bəstəkaram, doğru? Deyirsiniz ki, bəstəkar deyiləm. Bax, deyirsiniz bəstəkaram. Yox, pianoçuyam. Bir dəqiqə. Pianoçusuz? Deyirsiniz ki... Lə minorun re kvintasını göstərin. Mən sənə demərəm onu. Ayıbdır da, mən sındırmağa çalışsam, bir də musiqi suallar verəcəm, eləməyəsən. Tamaşaçı baxır, ayıbdır. Belə xasiyyətə görə tamaşaçılar məhv edir sizi. İbrahim Tatlısəsin təhsili yoxdur deyə oxuya bilməz. Niyaməddin Musayevin təhsili yoxdur deyə bu musiqi... Sənin dediyin buna gətirib çıxarır. Pirşəm Niyaməddin Musayev, İbrahim Tatlısəs. Mən ümumiyyətlə danışıram. Mən də ümumiyyətlə danışıram. Sizin musiqi təhsiliniz var? Bəli. Bəs niyə özünüz atırsınız ortalığa? Bəs musiqi təhsilim olduğu üçün təhsili olmayanları da müdafiə edirəm. Birincisi, danışanda qışqırma. Səsim sənin səsindən də yuxarıda elə qışqıraram ki... 3 dəfə sözümü Səsin desən özün, sözünü kəsmirəm. Kəsirsiniz. Mən Seva xanıma... Dinləməyin özü bir mədəniyyət. Siz danışanda Günel xanım da müdaxilə elədi. Amma siz Günel xanıma deyənmədiniz. Elnar, sən burada otur. Deyil, mənlə qərəzimiz var. Amma Elnar, gəlin belə agresiv cavab Qərəzliyim olacaq. Mən sual verirəm. Dediyi təhsili olmayan... Bəli. Təhsili olmayanların Mən Günel xanımdan danışıram ki, hiss olunur. Nazbəri Dostəliyeva sonradan təhsil aldı. Almamışdan əvvəl də həmin oxumağı oxuyurdu. Sən əjdaha sənətkarlar baxır bizə. Təhsilin nə dəxli var oxumağa? Əjdaha nədir? Əla oxuyan. Əjdaha nədir? Siz incə sənəti təbliğ edirsiniz. Əjdaha nədir? Elə indi gəlişi gözə yaxşı onda sənə söz deyirəm. Sənə söz deyirəm. İncə sənətə təmsil eləmək deyirsən də. Mədəni olmalıdır insan. Ona məhkumdur. Bir dəqiqə. Sən mədəni olub niyə təhqir eləyirsən bəs? Kimi? Sənəti nədir? Təhsili olmayan sənətçiləri. Aha, indi mən sizə izah edirəm. Bəli. Üzr istəyirəm Günel xanım. Bax, bunu dediniz. Mən həyatı boyu əsaslandıra bilmədiyim söz demirəm. Mən də. Bəli, mən buradan deyirəm, təhsili olmayan insanlar hansısa bir nüansda orada artıq trampolin yarar. Təhsili olan o qədər insanlar var, oxuya bilmir. Oxuya bilmir, təhsili olan insanlar var ki. Dedin, fikir ver. Düzdür, Günel xanım. Dedin, fikir ver. İndi qışqırmadan cavab ver. Deyirəm, elə qışqıraram ki, səsin özünə xoş gəlməsin, normal danış. Dedin fikrini. İndi imkan ver, mən danışım da. Bəli, buyur danış. Ay, sağ ol. Təhsil, məsəl üçün, Günel xanımın təhsili var, doğru? Bəli. Sizin tutaq təhsiliniz yox, tutaq deyirəm ha. Təhsiliniz yoxdur. Bəli. Biz gələcəyik, məsəl üçün, səhnəyə çıxaq, profesional səhnəyə. Viyana səhnəsinə şans yarandı, çıxdıq, doğru? Mən orada qayıdıb deyəcəm, re minordan Santa Lucia. Sən re minor... Siz qayıdıb deyəsiniz ki, re minor nədir? Mən sizi başa düşürəm. Başa düşdünüz fərqimiz nədir? Bir dəqiqə. Gəl belə danışaq da Elnar. Mən çox üzr istəyirəm. İstəyirsən də, amma elə savadlılar da. Gəlin buradan danışaq. Amma elə savadlılar da var ki, onu demək istəyirəm. Yarım oktava misal üçün da. O müğənni deyil. Xeyr. Nəzəriyyə başqa şeydir. Nə danışırsınız siz? Gözəl insan, ürək başqa şeydir, onu Allah verir. Dostlar, Mən icazə verim, bunu tamamlayım, tutaraq. Saxal desə söhbət var. bəli. Elnar, icazə versəm də. Buyurun, Manaf mənim. Amma xahiş edirəm kəsməyin də, ikisinə də izah verim. Yəni sən onu... Qısaca olaraq fikrimizi tamamlayaq, çünki bəli, sona doğru yaxınlaşır. Kiməsə savadsız demirdi. Yəni mənim sözümə qüvvət deyildi ki... Amma savadsız insanlar da oxuyub, ondan getmir söhbət. Savadda nədir, savadsız nədir? Başa düşünürəm. Səsin, ürəyin savada nə dəxli var? Var. Ay qardaş, bir Nəzəriyyəni bilmək istəyirsinizsə, var. Ay kişi, yaxşı da. Söz xatirinə söz deyib, insanları Mən bilmirəm, Elnara Abdullayevanın yəni təhsili varmı? Muğam ifadəsidir o. Mən ayrı şey deyirəm. Bu günlər mən Elnara Abdullayeva mən sual versəm ki, Mahir muğamının mayesini oxuyacaq. Çünki muğam təhsili var. Yox, bayaq dediniz ki, minor, major o məsələlərdən söhbət gedir. Salfegionu bilmə məsələlərindən söhbət gedir.
Salfejo. İxtisas başqa bir şeydir. Nə? İxtisas başqa Mən bir ayrı şey şeydir. deyirəm. İxtisası başqa. Sərsənət Elnarə xanım heç o muğamın təhsilini almasa da ona Allah Taala o vergini verir və o nəfəs var, o oktava səs, o ciyərli oxumaq bu kişinin qızında var da. Siz o ürəkdən danışırsınız. Və sən nədən danışırsan? Mən təhsildən Ay danışıram. mən də deyirəm tamaşaçı sevgisi. Gəlin bu təhsil mövzusunu belə yavaş-yavaş yekunlaşdıraq. Təşəkkür edirəm. Çox sağ Bu olun. mövzunu Gözəl bir gün fikirləriniz üçün müzakirə edərik. Amma Bir düzdür. kəlmə söz deyim, Manaf bəy danışmaq. Bayaqlar dostluqla bağlı sual versin, Həmişə, başlayıram danışmaq sözümü kəsir. həmişə Olmaz ya uğur- belə. Siz mədəni Həmişə deyirsiniz uğur siz. qazanan Elnar, bilməyən. qurbansa sən mədəni oğlansa, bayaqdan deyirsən Bir ki, gərək insanda mədəniyyət olmalıdır, mədəniyyət etikasız. Amma sən bayaqdan hamı privat edirsən. Manav privat böyüdü edirəm. yaşda. Manav səndən yaşda böyüdü. Sözdü məsələ elə onun elə Mən bir sözünü privat kəsirsən. Hə, sözünü Sözü kəsirsən. kəsdim, hə? Yəni hə. Danışmaq Ha, istədim. 3 dəfə danışmaq istəyirəm, mən Yox, sözümü indi kəsdim. o Mənə də o yaşda söz səndən verin, böyükdə şey danışmaq Mən istəyir, fikrimi kəsirsən. tamamlamadığım halda üzr istəyirəm ha. Üzr istəyirəm. Mən bir şeyə yenə elirsən. Ha, mən fikrimi tamamlamamışam, tamaşaçılarda səhv təəssürat yaranır. İndi gördün mən kıvırmıyorum, sən kıvırıyorsun. Amma bilmirəm o nədir. Məndə də elə elədi. Həqiqətən o təfəkkür nəfərə söhbəti var ha. qarşı şey elədi, Çox çətinlik problem çəkirəm amma mən məsələn sağ tərəflə danışanda. Açıq deyirəm. Mən də çox üzr istəyirəm bizim vaxtımız azaldığı üçün. Biz isə yavaş-yavaş sağollaşırıq. Bugünkü verilişimizin ulduz yeməyi Gözəl Afət xanımdan gəldi. Əliniz qolunuz var olsun Afət Bəli, xanım. amma yemək hələ ki dəmlənirdi, biz əl vurmayacağıq ona. Vaxtımız az olduğu üçün servis edə bilmədik. Növbəti həftədə, növbəti ulduz yeməyi kimdən gələcək və onu növbəti həftədə təbii ki deyəcək. Amma bu günləri Afət xanıma təşəkkürlər düşür. Gələn ayaqlarınız var olsun dəyərli qonaqlarımız. İstəyərdim ki bu verilişin vaxtı daha uzun olsun, daha ətraflı danışaq. Bir daha çox sağ olun. Manaf müəllim gəldiyiniz üçün Elnar çox sağ olun. Növbəti verilişlərdə görüşmək ümidi ilə. Güney xanım çox sevindim ki artıq mənzil probleminiz olmayacaq. Afət xanım sizi də görməyimə şadam. Sizlərə və sizin yaradıcı heyətə, burada bütün əziyyəti keçən kollektivə çox təşəkkür edirəm və bura sevə-sevə gəlirəm. Təşəkkür edirik. Çox sağ olun. Sağollaşırıq amma görüşmək ümidi ilə sağollaşırıq. İstəyərdik sonda Elnardan gözəl bir ifa ilə verin.